Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Ha, la ilahe illallah'ın dayakları. Neçə dayak var la ilahe illallah? 7 nəyi var? Şərt. Ha, dayaklar neçədir? Təsdiq və inkar. Ha. İnkar və islah. Təsdiq və inkar. Yaxşı, ha. Neçə dayağı var la ilahe illallah'ın? Gəlməz, ha, sən də. Ha, hansı neçə dənə? 2 dənə. La? La ilahə illallah. La bir dənə? La ilahe illallah. Oldu 3. La ilahe illallah. La ilahə. Ha, 2 deyirsən. 2'dir, ha. Biz ayır da 2, hansıdır 2? La ilahə. Yaddan ha? La ilahə illallah. Düz deyirsən, ha, de gəlsin. La ilahe 1, illallah 2. La ilahe. İsbat da yoxsa inkar? İnkar. İnkardır. Ha, illallah Təsdiq. isbat, yəni təsdiq. La ilahe illallah. İnkarla isbat bir yerdə olanda nə olur? Şəhadət düz olur. Nə kəlməsi olur? Tövhid. Tövhid kəlməsi olur. Yəni, tövhid olur. Tövhid nədir? Nədir tövhid? Təsdiqləşdirmək. Tövhid, lüğavi mənası nədir? Təkləşdirmək. Tövhid nədir? Təsdiqləşdirmək. Təkləşdirmək. Deməli, təkləşdirməyin hasil olması üçün nə lazımdır? Təsdiq. Hə, inkar və isbat Bir yerdə olmalıdır. bir yerdə olmalıdır. İnkar və isbat necə olmalıdır? Bir yerdə olmalıdır. Ayrı olsa, tövhid olur mu? Ayrıca deyirsən, la ilahə, la ilahə, la ilahə, la ilahə. Onda bütün ilah var. Sonra illallah, illallah, illallah. Onda o silah. Hə, tövhid olur, olmur? Olmur. Hə, olmur. Niyə olmur? Niyəsi lazımdır? Çünki la ilahə bütün inkar edirsən. Sıfırdır. La ilahə. Mənə belə baxanda, deyirsən, ilah yoxdur. Allah təsbih. Nə olur? Mənası nə olur? Hə, küfür edir. Allah'a da inkar etmiş olur. İllallah, Onda o Allah. silah Burada var. ilahlara təsdiq edirsən. Allah var deməkdir, ha? Yaxşı. Belə götürənin mənası, Allahdan başqa, yəni mənası Allah var. Ha, Allah var sözü də nə etmir? Başqa şərikləri aradan qaldırmır. Yəni, tək isbat olarsa, yəni Allahın varlığını isbat etmək, hələ tövhid demək deyil. Və ona görə də tövhid olması üçün inkar və isbat, la ilahə illallah necə olmalıdır? Bir yerdə olmalıdır. İlah sözü mənası nədir? İbadət olunan, mə'bud demək. Bəs mə'luh sözü mənası nədir? Mə'luh, məl'un yox. Mə'luh, o da nədir? İbadət olunan. La ilahə illallah. Onda tərcüməsi necə olur? Allahdan başqa ibadətə Yəni, bir-bir. Ha, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Allahdan başqa ibadətə layiq və yaxud da ibadətə haqqı olan Məbud yoxdur. məbud yoxdur. Sual oluna bilər, biz haqq sözünü haradan gətirdin? Orada keçmir ki, la ilahə haqqun illallah. Nə keçir orada? La ilahə illallah. Ha, haqq sözünü haradan çıxartdın sən? Lədən. Əlavə elədin. Lədən. Ha, faiz? Hə? Təqdirdə var. Deməli, haqq sözü, yəni belə deyək də, xəbər
təqdir nədir? Gizlində var. La ilahə illallah. Deməli, lə varsa, lənin ismi olmalıdır, ismi var. İlahə, lənin nə edir? İsmidir. Onun xəbəri də olmalıdır. Xəbəri olmalı, xəbər var. Amma xəbər burada qeyd olunmuyub, açıq aydın, bəlli olduğuna görə. Belə bir qayda var ərəbində. Əgər xəbər bəllidirsə, artıq açıq aydın zikr olunmasına ehtiyac qalmır. Amma biz də tərcümədə onu mütləq deməliyik ki, məna düzgün alınsın deyə. Çünki batil fikirlər ortaya çıxdığına görə yəni bu mütləq qeyd olunmalı. La ilahə illallah Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Və ona görə Allahdan başqa ilah yoxdur tərcüməsi düzgün deyil. Allahdan başqa ilah yoxdur. Səhvdir. Niyə? Hud surəsi 101-ci ayə. Demək, belə məna Allahdan başqa ilah fakt olaraq nədir? Var. Ona görə nə deməliyik? Allahdan başqa ibadətə haqqı olan ilah yoxdur. Allahdan başqa ibadət olunanlar, ilahlar var. Onlar nədir? Batil ilahlardır. Yaxşı, bəs Allahdan başqa xaliq yoxdur, yaradan yoxdur. Belə bir tərcümələr. Allahdan başqa Allah. La ilahe illallah tərcüməsinə görə düzgün deyil. Allahdan başqa yaradan yoxdur. Allahdan başqa Allah yoxdur. Allahdan başqa ruzi. Belə bir tərcümə elədik. La ilahe illallah mənası nədir? Allahdan başqa hakim yoxdur. La ilahe illallah'a görə düzgün deyil. Düz deyil. Niyə düz deyil? Necə? Çünki onları müşriklər də. Yenə deyir də, Allahdan başqa yaradan yoxdur deyir də. Çünki onlar müşriklər də təsdiq edir. Allahdan başqa yaradan olmasını inkar edir. Yaradan Allah olduğunu isbat edir. Yəni belə olmaz. Niyə? Çünki orada keçmir ki, la xaliqə illallah. Nə keçir? La ilahə illallah. Keçmir ki, orada la raziqə illallah. La hakimə illallah. Nə keçir? La ilahə illallah. Demək, ilah sözünün də mənası nədir? Yeganə mənası var, ibadət olunan. Birinci bu tərəfdən. Yəni o tərcümənin səhvliyi hardan bilinir? Birinci, sözün özündə, cümlənin özündə nə keçir? La ilahə illallah keçir. Keçmir ki, orada la xaliqə illallah. Yəni, ilah sözünün yeganə mənası var, ibadət olunan. Əgər sən belə tərcümə eləsən, içərisinə o birlərin hamısı daxildir. Razi, xaliq, hakim, hamısı daxildir. Və ikinci səhvliyi hardandır? İkinci səhvliyi. Olsaydı o müşriklər inkar edir. Ay, sağ ol. Deməli, ikinci səhvliyi orasındadır ki, əgər elə bir məna olsaydı, la ilahə illallahın, onda həmən mənanı müşriklər etiraf edirdilər, etiqad edirdilər, bilirdilər ki, deyirdilər ki, Allahdan başqa yaradan yoxdur. Göyləri və yeri yaradan kimdir? Allahdır. Yaxşı, elə idisə, onda Peyğəmbər s.ə.v nə üçün 13 il onlarla vuruşur, çalışır, deyir ki, la ilahə illallah deyin, xoşbəxt olarsınız. Demək, orada la ilahə illallah mənası nədir? Allahdan başqa ibadətə haqqı olan, layiq olan məbud yoxdur. Aydındır, yoxsa qaranlıq qalan yeri var. Tövhidin növləri 3-dür. Hansıdır? Rububiyyət tövhidi, uluhiyyət tövhidi, bir də ad və sifətlər tövhidi. Rububiyyət tövhidinin mənası, tərifi. Yəni, Allahı öz əməllərində təkləşdirməkdir. Rububiyyət nədir? Allahı öz əməllərində təkləşdirmək. Yəni, Allahın yaradan olmasına, öldürən, dirildən, ruzi verən
və bu işlərdə Allahın tək olmasına inanmağındır. Bəs uluhiyyət tövhidi ibadətdə Allahı təkləşdirmə və yaxud bəndə öz əməllərində Allahı təkləşdirməsidir. Əsas problem tövhidin hansı qismində olub? Uluhiyyətdə olub. Yəni, rububiyyəti ümumiliklə götürəndə hamı qəbul edir. Rububiyyəti qəbul edir. Hamı qəbul edir. Hətta müşriklər də qəbul edirdilər. Ona görə rububiyyəti qəbul etmək İslam'a girmək deyil, yəni addım atmaqdır. Uluhiyyəti qəbul eləmədikcə daxil olmur. Yəni, uluhiyyəti də nə etməlidir? Uluhiyyəti də qəbul etməlidir.